Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər. Deməli 19 aprel 2026-cı ildə Lütfüzadə Olimpiyadasının 4-cü sınav imtahanı keçirilir. Yəni yarı finala hazırlaşan və finala hazırlaşan şagirdlər üçün önəmli olan bir video izaha başlayacağım. Başlayaq. Deməli bu video izaha baxıb yarı final və finalda oxşar suallar düşsə, qarşınıza çıxsa daha yaxşı reaksiya verə bilərsiniz. Ona görə hər bir sualı diqqətlə izahına baxmanızı tövsiyə edirəm. Başlayaq birinci sualdan. Deməli, birinci sual burada yaxşı görsənməyə bilər. Amma göstərirəm. Deməli, x plus 2y bərabər 45 verilib və sonra bizə bu ifadənin qiymətini tapın deyilir. Yəni, ümumiyyətlə, misalları işləyəndə təkcə cavabı yox, izahlara da fikir verin ki, bir şeylər öyrənin, təkcə cavablar bizim üçün önəmli deyil. Misalın, məsələnin həlli bizim üçün daha önəmlidir. Növbəti səfər qarşımıza çıxanda yenidən düzgün yaza bilək deyə. Deməli, burada kəsir verilib. Mən bu kəsirləri qruplaşdıracağım. Məxrəci 5 olanlarına və məxrəci 3 olanları qruplaşdıracağım. Yəni 5-də x üstə gələk, 5-də 2y üstə gələk. Digərindən qarana yazım. 5-də 2y üstə gələk, 3-də x. Daha doğrusu digərlərin 5'ləri yazdım. İndi isə 3'ləri yazıram. 3'də 2y üstə gələk, 3'də x. Sonra qruplaşdırma zamanı görürəm ki, toplama zamanı. Yəni bu daha asan yoldur. Ona görə bu formada yazdım. Deməli, qruplaşdırma zamanı görürəm ki, 5'də bura nə alınır? 5'də x plus 2y, çünki məxrəc eynidir. Məxrəc eyni olanda sürətlər toplanır. Üstə gələk, burada 3'də x plus 2y yeni alınır. X plus 2y. Sonra misal həll edəndə görürəm ki, burada x plus 2y'nin 45 olduğunu göstərmişdi. Ona görə bura 45 yazıram və bura 45 yazıram. Bura 45 yazsam, 45, burada 45 yazsam, nə anlamış olarıq? Yəni 45'i 5'e bölərəm. Bura alınır. Bax, bura 45'i 5'e bölsək, 9 üstə gələk. 45'i 3'e bölsəm, burada alınacaq, deməli, 15. 15'in üstünə 9 gəlsək, yəni ümumi cavabı taparıq. O da ümumi cavab alınacaq 24 A variantı. Yəni bu daha yaxşı qısa yoldur. Sonra isə keçək ikinci suala. Aşağıdakı kartların üzərində yazılan kəsilərin hər biri sıfırdan fərqli m natural ədədinə ayrılıqda vurulur. Deməli, sıfırdan fərqli natural ədədə vururuqsa, məsələn, bir götürək. Natural ədədi sıfırdan fərqli deyir, onsuz da natural ədəd deyir. Bir götürürəm, məsələn, natural ədədi. Bu kəsirlərə vurulur. Məsələn, 5'də 6'ya, burada 2'də 1, 199, 42'də 43, 1,7'də 1, 3'də 2, 8, 11 və 1'ə. Buna görə əldə edilən nəticələrin neçəsi m ədədindən böyükdür. Biz natural ədədi düzgün kəsirə vursaq, m-dən kiçik alınır. Məsələn, 1'i 5'də 2'də 1'ə vursaq, 2'də 1 alınacaq. Yəni 1'dən kiçik alınacaq. Və yaxud da 1 götürməyə bilərik, 5 götürə bilərik natural ədədi. Fərqi yoxdur. 2'də 1'ə vursaq alınacaq 2,5. Yəni 5'i 2'yə bölsək 2,5. Təbii ki, m-dən bu m natural ədədidir. Kiçik alınacaq. Həmişə düzgün kəsirə vursaq kiçik alınacaq. Düzgün olmayan kəsirə vursaq, məsələn, 5'də 6'ya A variantı. 5'də 6 buna vursaq isə ixtisar gedəcək və cavab 6 qalacaq. Yəni əvvəlki 5 ədədimizdən böyük alınacaq. Deməli, deyək ki, buna görə əldə edilən nəticələrdən neçəsi m ədədindən böyükdür. Düzgün olmayan kəsirlər m ədədindən böyük alınır. Düzgün olmayan kəsir hansıdır burada? 5'də 6, 2'də 1 düzgündür, 199 düzgün kəsirdir. 42'də 43 düzgün olmayan kəsirdir. 1,7'də 1, 7, 8'dir, yəni düzgün olmayan kəsirdir. Bunu götürürük. 3'də 2 düzgündür, 8, 11 düzgün olmayan kəsirdir. 1'ə vursaq elə özü alınır. Məsələn, m natural ədədi 5'dir. 1'ə vursaq yenə özü alınır. Amma m ədədindən böyükdür. Daha böyük alınması üçün 4 dənə uyğun variant seçdik. Deməli, cavab B variantı. Keçir 3-cü suala. Deməli, burada adi hesablama verilib. Biz bildik ki, kəsir xətti bizim üçün bölmə əməlidir. Yəni 2 bölünsün 0,125. Bunu necə bölərik? Bunu vergülü sağa gətirmək üçün, vergülü 2 dənə sağa gətirmək üçün. Bunu da 2 dənə 0 əlavə edəcəm. 2 dənə 0 burada da alınacaq 25. Vergülü sağa gedəndə burada soldakılar yox olur. Deməli 225'e bölsək 8 alınır. Baxın bura 8. Sonra keçsəm ikinci yerə.
Burada bunu götürüm 0,5 alınır 0,2 cəz xətti bərabərdir. Deməli vergül sağa gətirmək üçün, yəni ən sağa bura gətirmək üçün 1000-ə vurmalıyam. Burada alınacaq 2. Burada isə 2 dənə sağa gələcək, bir dənə də 0 əldə alınacaq. Burada alınacaq 50. Deməli alınacaq 50-ni 2-yə bölsə 25. 50-ni 2-yə bölündə 25, bura 25 alınır. Sonra isə burada 4,2-ni 1,4-ə vuranda, böləndə daha doğrusu neçə alınır? Onda burada yazım 4,2-ni 1,4-ə bölsək, burada elə vergül sağa gətirmək üçün, bir dənə sağa gətirmək üçün ikisini də ona vurmaq lazımdır. Yəni o da alınacaq 42 bölünsün 14. O da bərabərdir 3. Burada 3. Bunda biz nə etməliyik? 825 gəlib, sonra 3 çıxmalıyıq. 825 gələndə eləyəcək. Deməli 8 plus 25 alınacaq 33. 33-dən də 3 çıxsam, cavab 30 B variantı. Keçirik 4-cü suala. Deməli, rəqəmləri müxtəlif olan iki rəqəmli 2 natural ədədin fərqi 88-dir. 2 rəqəmli 2 dənə natural ədədin fərqi 88-dir. Bu ədədlərin cəmi ən çox neçə ola bilər? Ən çox neçə ola bilər istəyir? Deməli, burada isə nə yaza bilərik? Məsələn, rəqəmləri müxtəlif dediyi üçün 99 və 11 yaza bilmirəm. 99-dan məsələn 11 çıxanda 88 eləyir, amma cəmi də 110 eləyir, amma olmaz. Çünki rəqəmlər müxtəlifdir. Rəqəmləri müxtəlif 98 yaza bilərəm, bir də 10 yaza bilərəm. 98-dən 10 çıxanda 88 alınır. Ən böyük boş formada düşünürük. Və cəmi istəyir. Cəmi 98-in son gəlində 108 A variantı. Başqa nəsə düşünə bilərik ki, məsələn 97, 97-dən neçə çıxsam 88 alınır. 9 çıxsam o da alınır 88, amma getdikcə azalır. Bunun cəmi 106 edir. Məsələn 98, 96 və 8 yazsam alınır 88, amma cəmi azalır getdikcə. Cavab variantı. Keçirik 5-ci suala. Deməli, ABC müxtəlif rəqəmlərdir. Bu sualları alt-alta yazmaq bizim işimizə yarayacaq. AB üstə gedək 0,BC üstə gedək 0,CA bərabərdir 5, 6, 1. 1,165 olduğuna görə ABC rəqəmlərindən ən kiçik olanı ən çox neçə ola bilər? Ən kiçik olanı ən çox neçə ola bilər? Biz ümumiyyətlə bildik ki, BCA-nın cəmi 15 edir. 15 edir ki, bax BCA-nın cəmi 15 alınmalıdır ki. Bir yadda sonra yenə ABC var da 15, bir yadda 16, sonra 0, 0, 0, bir yadda da 1. Cəmi 15-dir. Cəmi 15 olan ədədləri necə ən kiçiyi ən çox edə bilərik? Təxmini 3-ə bölürük. Hərəsinə 5, 5, 5 düşür 15-i. Amma müxtəlif olduğu üçün ortadakını dəyişmirik. Məsələn 5, 5 olduğu kimi yaz. 5, 5 yazdıq, birini azaldıq, birini artıraq. Bura 4, bura 6, bura 5 qalsın. Müxtəlif deyir çünki. Ona görə də ən kiçiyi C. Ən çox 4 ola bilir. Bu B-nin 6, bu da 5 olsun. Ən kiçiyi ən çox deyir də bu formada. Məsələn 3, 7, 5 də yaza bilərik. Cəmi 15 olması üçün. Nə bilim 2, 8, 5 də yaza bilərik. Amma ən kiçiyi, bunlar da kiçikdir. Amma ən kiçiyi ən çox C variantı. Deməli, keçirik neçənci suala? 6-cı suala. Bu sual bitdi. 6-cı sual. Bir bağçanın 4də 3-ü qazonla örtülmüşdür. Bir bağçanın 4də 3-ü qazonla örtülmüşdürsə, qazonla otla örtülmüşdür, yəni qazonla 4də 1-i boşdur deməli. Ot örtülmüş sahənin 4də 1-i 4də 3-ü otla örtülmüşdür. Ot örtülmüş sahənin 4də 1-indəki sahədə hovuz tikilmişdir. Bu 4də 3-ün 4də 1-ində 4də 3 vursun 4də 1 yazaq da bərabərdir 16-da 4. 4də 3-ün də 4də 1-ində hovuz tikilmişdir. Yəni burada da hovuz bu qədər. Geri qalan sahəsi daş döşəməklə örtülmüşdür. Geri qalan sahə 16-da deməli geri qalan sahədə də daş döşəmə örtülmüşdür. Daş döşəməklə örtülmüş sahə bağçanın hansı hissəsini təşkil edir? Gəlin bunu ən yaxşı belə yox. Bu formada yox. Deməli, məxrəci 16-ya getirək. Əgər 4də 3-ü örtülmüşdürsə, deməli 16-dan 12-si,
İkisini də 4-ə vurdum. Ortada örtülmüşdü. Boş qalan sahədə 16-da deməli neçə olacaq? 4 olacaq. Bəli, baxın. Deməli bu formada göstərəcəm sahəni. Sahənin 4-də 3-ü, yəni 12-si otla örtülüb. Bax bura 16-da 12 olsun. 12. Burada 4'e qalıb. Elə ki. Bu 16 hissədir. 16 hissəyə ayırdım. Sonra otla örtülmüş sahənin 4'də 1 ölçüsündəki qədər. Yəni otla örtülmüş hissə nə qədərdir? 12 hissə yapdıq da. 12'nin də 4'də 1'i, 12'nin 4'də 1'i alınır. 4'ə bölüb 1'ə vursaq alınacaq 3. Yəni 3 hissədə nə olmuşdu? 3 hissədə hovuz tikilmişdir. Bax buradan da bura 3 hissə götürək. 3 hissədə hovuz tikilmişdir. Geri qalan sahə isə daş döşəməklə örtülmüşdür. 16'da 12'si otla, 16'da 3'ün tapdıq ki, hovuz var burada. Və 16'da 15 alınır. Bir hissə də, bax 12 hissə 3 gəndə 15. Bir hissədə qalır bizim üçün nə? Daş döşəmə ilə örtülmüşdür. Daş döşəmə ilə örtülmüş sahə bütün bağçanın hansı hissəsini təşkil edir? 16'da 1'ini təşkil edir. D variantı. Deməli, keçirik. Suala 7-ci suala. Nəzrin, Ramil və Sirac arasında oynanılan bir oyunda Nəzrin kağıza bir normal ədəd yazır. Ramil daha doğrusu Nəzrin yazdığı ədədi özünə vuraraq A ədədi alır. Nəzrin kağıza bir ədəd yazır. Məsələn x. Ramil isə Nəzrin yazdığı ədədi özünə vuraraq, x-ə vuraraq A ədədi alır. Sirac isə Nəzrin yazdığı ədədi özü ilə toplayaraq B ədədini alır. Əla. Buna görə A və B hasili aşağıdakılardan hansı ola bilər? A və B hasili aşağıdakılardan hansı ola bilər? İndi gəlin bunu fikirləşək. Yəni Nəzrin x götürdü. Onları bir-birinə vurub Ramil yazdı. Onları topladı. Sonra Sirac yazdı. Və bu yazılan ədədlərin hasili, A ilə B-nin hasili aşağıdakılardan hansı ola bilər bizə soruşur. Biz ən kiçik məsələn 1 fikirləşsək, bir natural ədəd 1 yazsaq, 1'i 1'ə vursaq 1, 1'in üstə 1 gəlsək 2, təbii ki 2'ni 1'ə vursaq burada cavablarda yoxdur. Keçirik məsələn ikinci sınayaq. 2 vursun 2, 4, 2'in üstə 2, 4. 4 4'ün 16 cavablarda yoxdur. Keçirik 3'ü sınayamağa. Natural ədədləri sınamaq lazımdır. 3'ün 9, 3'ün üstə 3 gələndə 6. 6 9'un 54 cavablarda yoxdur. Keçirik 4'ü sınamağa. 4 4'ün 16, 4'ün üstə 4 gələndə neçə edir? 8. 8'i 16'ya vuraq görək alınırmı? 8 6'ın. Deməli 48, 8 28, 4 yatda 128. Bəli, 128 A və B hasili D variantında var. Cavab D variantı. Bir sınayıb tapmaq lazımdır. Deməli, keçirik 8-ci suala, şagirdlər. Nazim eyni ölçüdə kvadrat xanlara bölünmüş düzbucaqlını rəngləməyə başlayır. O düzbucaqlının tərəfinə toxunan bütün xanaları rəngledikdən sonra görür ki, hələ 12 xana daha rənglənməlidir. Düzbucaqlının ən az neçə xanaya bölünmüşdür? Bəli, bunu davam edək. Deməli, çox maraqlı sualdır bu sual. Burada rəngləməyə başlayır. 12 necə ola bilər? 12 məsələn 3 vurulsun 4 kimi düşünək. 3 vurulsun 4. Baxın bu formada. 3'ün 4'ə hissələri böləcəm. 3'ün 4'ə. 1, 2, burada da 1, 2, 3, 4. 3'ün 4'ə. Baxın görürsünüz ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bunlar rənglənməmiş xanalar olmalıdır. Amma bunların ətrafı isə, rənglənmiş xanalar olmalıdır. Bunu bu formada çəksəm, davam eləsəm, fikir verin. Buradan 1, 2, 3, 4, 5. Deməli, buradan bağlamalıyam. Buradan bunları bağlamalıyam. Təsvir olaraq göstərdim. Daha yaxşı anlayasınız deyə. Bunları şəkildə davam etdim. Ümumiyyətlə, təsvir qabiliyyəti güclü olan şagirdlər daha yaxşı uğur qazana bilir. Deməli, uşaqlar, bax, bir dənə fikir verin. Bu eni 1, 2, 3, 4, 5. Uzunluğu isə 1, 2, 3, 4, 5, 6. 5, 6'm 30.
Cavab 30 olmalıdır. Niyə görə? İndi izah edirəm. Baxın, Nazim eyni ölçülü kvadrat xanalara bölünmüş düz bucaqlı rəngləməyə başlayır. O düz bucağın tərəflərinə toxunan bütün xanaları rəngləyir. Yəni tərəflərinə toxunan, yəni ən qıraq tərəfinə toxunan, bax, bu tərəfinə toxunan rəngləyir. Bu tərəfinə toxunan rəngləyir. Yəni qıraq tərəflərini rəngləyir, tərəflərə toxunan tərəfləri. İçəridəki kvadratları. İçəridəki kvadratları rəngləyir. Amma baxın, qırağa dəyən tərəfləri, bütün tərəfləri rəngləyir. İçəridəki demişdi ki, içəridə 12 xana rənglənməmiş qalacaq. İçəridəki həqiqətən də 3-ün 4-ə, 3-4-ün 12 xana rənglənməlidir deyir. Fərqi yoxdur, əsas rəngləndikdən sonra görünür ki, içəridəki 12 xana hələ rənglənməyib, onu da rəngləmək lazımdır. Düz bucaqlı ən az neçə xanaya bölünmüşdür? Yola tapdıq da, yəni neçə xanaya bölünmüşdür bu düz bucaqlı? Bu düz bucaqlı əslində 30 xanaya bölünmüşdür. 5 vurulsun 6. 30 xanaya bölünmüşdür. Amma 12'si baxın görürsünüz içəridə daha rənglənməlidir. Keçək növbəti suala. 9-cu sual. Riyaziyyat müəllimi kağıza bir natural ədəd yazır. O şagirdi Sənanın bu ədədi tapa bilməsi üçün kömək məqsədi ilə ona müəyyən bir işarələr verir. İndi ona verilən köməkçi işarələrə baxaq. Ədəd 3 rəqəmlidir deyir. 3 rəqəmli deyəndə 3 dənə xətt çəkirik. Ədədi 1 vaid artırsaq 5'e tam bölünər. 1 vaid artırsaq 5'e tam bölünər deyir. Onda ədədin sonu ya 8'dir ya da 4'dür. Daha doğrusu ya 4'dür ya da 9'dur. Niyə görə? Çünki 1 vaid artırsaq sonra 0 ilə qutarar. Bunda 1 vaid artırsaq sonra 5 ilə qutarar. 5'e tam bölünər. Ona görə sonu ya 4 ya 9 ola bilər. İkinci şərt tək ədəddir. Tək ədəddirsə onda 4 getdi. 9 ola bilər. Deməli 200 ilə 300 arasındadır. Əla. Bura 200 ilə 300 arasındadır ki, başda 2 olmalıdır. Çünki 209 məsələn. 309 ola bilməz axı. Sonra tam kvadrat ədəddir. Tam kvadrat ədəddirsə 200 ilə 300 arasında 289 birlik 17'nin kvadratı. Tam kvadrat ədəddir. Ədədin rəqəmləri müxtəlifdir. Təbii ki, artıq tapmışıq. Son şərti heç verməsə belə biz tapa bilirik. Buna görə sana verilənlərdən ən az neçəsi ilə bu ədədi müəyyənləşdirə bilər. Sual deyir ki, neçəsi ilə müəyyənləşdirə bilər cavabı. Yaxşı, fikirləşək görək. Hələ ki, ən kiçik, məsələn, 3 dənə şərtdə tapmaq olur. Bax, onu göstərim. Belə düşündüm ilk olaraq. 200 ilə 300 arasında yerləşir. Tam kvadrat ədəddir. Bir də ədədin rəqəmləri müxtəlifdir. 3 dənə ilə olur, yəni. 4-5 ümumiyyətlə getdi. Çünki 200 ilə 300 arasında 2 dənə tam kvadrat ədəd var. Biri 289'dur, biri də deməli 16'ın kvadratı var. 225 var, sonra 256 var. Deməli bu 3 dənə var əslində. Tam kvadrat ədəddir. Ədədin rəqəmləri müxtəlifdir, amma bu da müxtəlif ola bilər. Bu onda buradan gedir. Başqa nə fikirləşə bilərik? Bununla da alınmır. Bu üçündən alınmır. Başqa necə fikirləşək? Amma 3 dənə ilə alındırmaq olar yəqin ki. Başqa məsələn 200 ilə 300 arasındadır. Bunu götürsək, 3 rəqəmli bilməsək də ehtiyac yoxdur. Onsuz da 200 ilə 300 arasındadırsa 3 rəqəmlidir. Tam kvadrat ədəddir. Tam kvadrat. Onu da götürməliyik. Deməli başqa bir də hansı şərt uyğun ola bilər? Məsələn 256 və 225'in üzərinə 1 gəlsək 5'ə bölünməz. Amma ədədi 1 vaid artıqda 5'ə tam bölünər. Bu şərtə uyğunlaşırsa, bu üçünü götürsək ədədi tapa bilərik. Bu üçünü götürsək ədədi ən az müəyyənləşdirə bilərik bu üçü ilə. 2 dənə ilə mümkün deyil. Özünüz sınayırsınız, əgər mümkün olsa yorumlarda qeyd edə bilərsiniz. Cavab B variantı. 2 dənə ilə mümkün olmadı. Mən düşünə bilmədim. Siz düşünsəniz, yenə də deyirəm, qeyd edə bilərsiniz. Aşağıdakı kağızların hər birini üzərində 4 rəqəmli natural ədəd yazılır. Bu şəkildə göründüyü kimi 3 rəqəmli üstü örtülür. Bu ədədlərin cəmi 12538 olarsa, üstü örtülü olan rəqəmlərin cəmi neçə olur? Təbii ki, burada görünən rəqəmləri yazırıq. 4, 2, 5, 3. 4253. Sonra digəri 5 boşluq. Buranı bilmirik. Boşluq qoyuram. Sonra 5, 8. Bir də 2. Yine boşluq. Yine boşluq. Və sonunda 7. Bunların cəmi neçə alınmalıdır? Cəmi verib
12538. Buradan artıq cavabı tapa bilərik. Necə taparıq? Üstü örtülü olan rəqəmlərin cəmini istəyir bizdən. Davam edək. 3-ün üstünə 7, 10, 18 bir yadda. 18 bir yadda. 5-ün üstünə 5, 10, bir yadda 11. Bu da 2 olmalıdır ki, 13 alınsın bura. Deməli, yenə bir yadda. Yenə bir yaddadırsa, burada 2-dir, bir yadda 3. 3 ise məsələn bunlar 1-1 ola bilər. Bir yadda da 5. 2, 5. Deməli burada sonda nə var? 2, 5. Amma biz burada 12 almalıyıq. Onu da düşünək. 12 alınması üçün 12 alınması üçün. Bunu toplayanda, yəni bir yadda olmasa. Toplayanda neçə alınır? 9, 9, 11 alınır. 11 yox, 12 alınmalıdır. Deməli bir yadda olmalıdır. Bunlar bir yox. Bir yadda bir şey olmalıdır. Ona görə bunu siləm. Burada bir yadda var idi 13. Sonra fikirləşirəm ki, bunun 5 alınması üçün, 15 alınması üçün 2-nin üstünə neçə gəlsək, yəni 2 bir yadda 3. 2-nin üstünə neçə gəlsək 15 alınır. 15-dən 3 çıxıram. Qalır 12. Bura məsələn 6, 6 ola bilər. 6-ın üstünə 6, 12, 12-nin üstünə 2, 14, bir yadda 15. Qalır bir yadda. Burada 4, 5, 2, 11, bir yadda 12. Bəli. Deməli, üstü örtülü rəqəmlərin cəmi 6, 6, 2, cavab 14. Yəni bunların cəmi. Keçək növbəti suala. 11-ci sual. AB natural ədədlərdir. Əgər AB 35 olarsa, AB cəmi neçə müxtəlif qiymət ala bilər? Deməli, AB natural ədəddir. Deməli, burada əkobun 35 olması üçün nə ola bilər? Məsələn, 1,35 yazsaq, alınar, əkob cəmi eləyəcək 36. Sonra 5,35-in əkobu yenə də, yəni 35-in bölünən ədəd olmalıdır. Yenə də alınır neçə? Cəmi 40 alınır. İkinci variant. 7,35 ədədləri, yəni 35-in böləni 7 də var. Bunların da əkobu 35 alınır. Bu iki ədədin. Deməli, cəmi də 42 alındı. Başqa necə fikirləşə bilərəm? Başqa 35 ilə 35 götürə bilərik. İkisi də 35 olsa da əkob, çünki müxtəlif demir. Natural ədəd deyir. Müxtəlif desəydə olmazdı. 35 ilə 35-in əkobu yenə də 35 alınacaq. Cəmi 70. Deməli, başqa da bir də necə fikirləşə bilərik? Elə 5 ilə 7-nin özünü fikirləşə bilərik. 5 və 7 əkobu 35 deyir. Və cəmi də 12 alınır. Necə müxtəlif qiymət ala bilər? 5 dənə müxtəlif cəm ala bilər. A plus B. Görürsünüz ki, 36, 40, 42, 70 və 12. Keçirik 12-ci suala. 12-ci sual. Bütün rəqəmlərin sadə olan ən böyük 2 rəqəmli sadə ədədlər. Deməli, bütün rəqəmləri sadə olan ən böyük 2 rəqəmli. Bütün rəqəmləri sadə, məsələn, ən böyük sadə 7-ni götürə bilərəm. Sonra necə fikirləşə bilərəm. Amma 2 rəqəmli ədədin özü də sadə olmalıdır. Burada fikirləşirəm, məsələn, burada 9 yazmaq olmaz, sadə deyil. 7 yazmaq olmaz, 77 sadə deyil çünki. Əslində 7 sadədir, amma 77 sadə olmayacaq. 5 yazsam 75 sadə olmayacaq. Amma 3 yazsam 7 də sadədir, 3 də sadədir və ədəd də sadədir, 73 sadə ədəddir. Sonra ikinci şərtim. İkinci şərtimizdə bütün rəqəmlərə sadə ədəd olan ən kiçik 3 rəqəmli. Ən kiçik 3 rəqəmli 3 dənə xətt çəkirik. Sadə olması üçün 2 ola bilər, ən kiçik. Sonra yenə 2-ni götürsəm, bütün rəqəm müxtəlif demir çünki sadə. İndi 220 neçə sadə olar, onu düşünməliyik. Ən kiçik 222 düşündük, amma 2 olmaz. 222 çünki 2-yə bölünür. Sonra 3-ü düşünə bilərik, sadə ədəddir. 223 sadə ədəddirmi? Bunu sınamaq lazımdır. 223 sadə ədəddir, özünüz də yoxlaya bilərsiniz. Deməli, ona görə artıq digər rəqəmləri hesablamıram. Və cəmi də neçə alınır? Cəmi 223-ün üstünə 73 gələndə 296 A variantı. 296. Keçirik 13-cü suala. Bizə verilib ki, S, A, B, A, S ədədi 5 rəqəmli natural ədəddir və bu şəkildə 5 rəqəmli neçə palindrom ədəd yazmaq olar. Palindrom ədəd bildik ki, başlanğıcı və sonu oxuyanda oxunuşu eyni olan ədədlərdir. Məsələn, yazıram özümdən 80008 yazsam bu palindrom ədəddir. Çünki sağdan soldan oxunuşu eyni olan ədəddir. Burada fikirləşsək, məsələn, ədədlər yazım bura. 8 A, B, A. A-nın yerinə məsələn 0 qoysaq. 0, 0 məsələn. 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5,
6, 6, 7, 7, 8, 8 və 9, 9 yaza bilərəm. 9 dənə, 10 dənə belə hal var. 0-dan 9-a kimi 10 dənə rəqəm var. Bu 10 rəqəmi indi neçəyə vurmaq lazımdır? B-ni tapmaq lazım. B-ni də 0, B də 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-a kimi ola bilir. Ona görə A-mız 10 fərqli rəqəm olur. B-miz də 10 fərqli rəqəm ola bilər. Birbaşa yazıram, 10, 100. 100 dənə fərqli belə bir palindrom ədəd yazmaq olar. Cavab D variantı. Keçirik 14-cü suala. Deməli, masada bir neçə çeyrək var idi. Lalə onların 5-də 2 hissəsini, Nadir isə geri qalanının 7-də 3 hissəsini yedi. Masada ən çox neçə çeyrək qala bilər? Deməli, bu sual necə əldə etməliyik? Məsələn, x sayda çeyrək var. Onun 5-də 2 hissəsini kim yedi? Lalə yedi, bu getdi. 5-də 3 hissəsi qaldı yerdə. Deyir ki, Nadir geri qalanının 7-də 3 hissəsini yeyib. Yəni, geri qalan 5-də 3-ün, 5-də 3-ün, 7-də 3-ün yeyib. Ədədin hissəsini tapanda vurmaq lazımdır. Geri qalan 5-də 3 hissənin 7-də 3 hissəsi alınır 35-də 9 hissə. İndi ən sonunda nə qədər hissə qalıb? 5-də 3 qalmışdı. 5-də 3-ün də, 5-də 3-ün də. 35-də 9-un yeni Nadir götürdü, 7. Çıxaq 35-də 9. Onu da çıxsaq, 5-də 3, ortaq məxrəci 7-yə vursaq. 35-də 21-dən 9 çıxanda 12. 35-dən 12 hissə qalacaq. Onda biz 35-də 12-si neçəsə olan ədədi axtarmalıyıq, geridə qalan. O da cavablara baxırıq. 12-yə bölünən bir ədəd olmalıdır. O da 24 bölünür. Bax, 35-də 12-si 24 olsa, 24-də 12-yə bölərik. 2-ni 35-ə vurarıq, 70. 23-də 70 dənə çeyrək var. Bizə nə lazımdır? Sonda neçə dənə çeyrək qalıb? 24. Cavab B variantı. Keçirik 15-ci sual. Deməli, 15-ci sualı daha yaxşı anlayarsınız deyə cavablarla birbaşa deyəcəm. Cavab 12-dir. Burada niyə görə? Məsələn, yük maşınını X olsa kütləsi, bir də içindəki yükdə Y olsa. Bizə maşın və onun içindəki kütlə var. 80% azalır deyir. Deməli, biz 12 götürsə əgər, 12 götürsək, yük maşının kütləsi 12. 80% azalar deyir. Ümumi yüklü tam boşaldarsa, ümumi yük də buradadır. Onda 80% azalırsa, maşının yükündə, yəni yük maşının kütləsində 20% kimi qəbul edək. 20% 12 olan ədəd. Əgər 20% 12-dirsə, 80% də 4 dəfə artıq 48 olmalıdır. Y 48 olmalıdır. Və sonra deyir ki, lakin yükün yarısını boşaldarsa, yükün yarısını boşaltsaq olacaq 24. Yük maşını dəyişməyəcək və cəmi 36 edəcək. Deməli, əvvəlcə 60 kiloqram idi yük maşını ilə yükün kütləsi, sonra isə yarısı boşaldığında isə 36 ton oldu. Ton. Və yük maşının yüksüz kütləsi nə qədərdir? 12. Birbaşa daha yaxşı bu formada göstərdim ki, anlayasınız. Deməli, keçirik 16-cı suala. Deməli, 12 kart var burada. 12 kart 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Bura kimi cəmi 55 edir. Birdən 10 kimi ədədlərin cəmi. Bir də 11 gəlsək, alınacaq 66. 66-ın üstünə də 12 gəlsək, alınacaq 78. Ümumi cəm, bu kartların cəmi 78 alınır. Bizə nə deyir? Bizə deyir ki, A və B qutularına ayrılır. Və qutularda olan rəqəmlərin cəmi bərabərdir. Cəm bərabər olmalıdır. Ona görə 78-i 2-yə bölürük. 78 bölünsün 2. 78-i 2-yə bölünsək alınır 39. Yəni burada da 39 olmalıdır. Cəm burada da 39 olmalıdır. 4 dənə ədəd. Deyir ki, A qutusunda 4 kart varsa. 4 kart varsa görək necə 4 dənə ədədin cəmi 39 alınır. Onu düşünməliyik ki, 39 alınması üçün 4 hissəyə böldüm. İndi 39 necə alınır? Məsələn, 10, 19, 19-un üstünə sonra neçə gəlsək, 8 gəlsək, 27, 8. 8-in üstünə də, məsələn, 7 gəlsək, 34, amma daha böyük ədədləri qoyaq ki, 39 alınsın. Burada başqa ədəd qoymaqdansa cavaba baxaq məncə. Çünki ədədlər müxtəlif cür 39 alına bilər. Biz burada fikir versək, məsələn, cavablara baxsaq. B qutusundakı kartların sayı A qutusundakı kartların 3 dəfə çoxdur. Yox, burada 4 dənə, burada 8 dənədir. Çünki 12 kart vardı, 2 dəfə çoxdur. Məsələn, bu ola bilməz. Nömrəsi 5 olan kart A qutusundadır. Bunu hələ dəqiq bilinmirik.
Sonra A variantına baxaq. A qutusunda olan ən böyük ədəd ilə ən kiçik ədədin cəmi tək ədəddir. Bunu da hələ ki bilmirik. Tam olaraq fikrimiz yoxdur. Ədədlər qoyub fikirləşməliyik. B variantına baxaq. B qutusunda nömrəsi tək olan kartların sayı tək ədəddir. Tək saydadır. Onu fikirləşək. Təbii ki, burada məsələn cütün üzərinə tək gəlsək, sonra cüt gəlsək, 3 dənə cüt, bir dənə tək, kimin üçün cəmi 39 ola bilər. Bir də yəni tək saydadır. Görürsünüz, bir dənədir. Burada tək bir dənədir. 3 dənə də olsa, tək olsa da, bir dənə cütlə 2 dənə tək birləşir, cüt yaradır. Bir də tək gəlsək, 39 cəm tək alına bilər. 3 dənə ola bilər təklərin sayı. Amma məsələn təklərin sayı 2 dənə ola bilməz. 2 dənə tək qoysaq məsələn belə. Təklə tək cüt alınacaq, cütlərlə toplanacaq, ümumi cavab cüt alınmalıdır, amma burada 39-dur. Və yaxud da hamısı tək də ola bilməz təbii ki. 4 dənə tək olsa ümumi cavab cüt olmalıdır. O da olmaz. Yəni B variantı hər zaman doğrudur. Biz heç ədəd qoymadan tapdıq. Keçirik 17-ci suala. Aşağıdakı kubun təpə nöqtələri sadə ədədlər yazılmışdır. Bu kub havaya atılır və yerə düşəndən sonra üst oturacağının təpə nöqtələrindəki ədədlər toplanır. Buna görə əldə olunan cəmlərdən neçəsi sadə ədəd olacaq? Yəni biz burada bu kub havaya atılır və yerə düşəndən sonra üst oturacağındakı təpə nöqtələrindəki ədədlər toplanır. Məsələn, bunlar toplanır. Buna görə əldə olunan cəmlərdən neçəsi sadə ədəddir? Yaxşı, indi birinci fikirləşirik ki, 19, 11, 13, 17. Ən birinci bunlar üst-üzə düşüb. Bunların cəmi alınacaq 60, 60 sadə ədəd deyil. Sonra başqa necə fikirləşə bilərik? Məsələn, 2, 7, 3, 5 düşsün, tutaq ki, yəni üstə. 2, 7, 3, 5. Bərabərdir, bunun cəmi neçə alınacaq? 8, 10, 17. Bəli, bu sadə ədəddir. Sonra davam edək. Məsələn, hansı başqa cür düşə bilərlər? Bu formada düşsələr üst-üzə. Görək, cəm neçə alınacaq? Bu formada məsələn 13, 17, 3 və 5. Bunun cəmi cüt alınır. 30, 38. Təbii ki, sadə ədəd deyil. Sonra bu tərəfə baxaq. 4 dənə düşə bilər. 19 plus 11, 30. Üstünə əlsək 7 və 2. Alınacaq 39. 39 təbii ki, necə bir ədəddir? Sadə ədəd deyil. Çünki 39 3-ə bölünür, 13-ə bölünür. Başqa fikirləşirik. İndi bu tərəf, bu 4 dənə olsun. Üst-üzə düşə bilər. 11, üstə gələk 13, üstə gələk 3, üstə gələk 2. 11-in üstünə, deməli, 13 gəlsək burada alınacaq 24, 24-ün üstünə 5 gəlsə 29. 29 isə bizim üçün sadə ədəddir. Bu olur. Bir də ən arxa tərəf, baxın bura. 19, 17, 7, 5 var. Onu da yoxlayaq. 19, harada yoxlayaq onu? Yuxarıda yazım da. 19 plus 17 plus 7 plus 5. Bunların cəminə baxaq. Baxın, bu ən arxadakı 4-dəyə baxdım. 600'ü var kubun. 6 cür düşə bilər. Ona görə bütün 6 formasını yoxladıq. İndi hamısı tək olduğu üçün zaten toplasaq cüt alınacaq. 48, 48'in də yəni sadə olma ehtimalı yoxdur. Çünki cüt ədəddir. Yəni 2'yə bölünür ən azından. Neçəsi? Buna görə əldə olunan cəmlərdən neçəsi sadə ədəddir? A variantı 2. 2 dənəsi sadə alındı. Keçirik başqa suala. 18-ci suala. Deməli bizə deyir ki, verilən 4 kart və çarx verilmişdir. Bu kartlardan biri seçilir və sonra çarx fırladılır. Çarx sarı rəngli hissəyə dayanarsa, seçilən ədəd 1 və 1 3-ə, mavi rəngli hissəyə dayanarsa 1 və 2-yə vurulur. Deməli, buna görə bu oyunda əldə edilə biləcək 1,3-ə, 1,3, bu isə 1,2-dir. 1 və 3 kimi oxudum. Deməli, vurulur. Buna görə əldə olan bilən ən böyük ədəd və ən kiçik ədəd fərqi neçədir? Deməli, ən böyük necə ola bilər ki? Ən böyük, deməli, biz burada məsələn, fikirləşək ki, çarx fırlanır və seçilən ədəd mavi, sarı rəngdə dayanarsa, tutaq ki, sarı rəngdə dayanıb, ən böyük axtarıram. Çünki sarı rəngdə dayananda 1,3'ə vurur. 1,3'ü neçəyə vurmaq lazımdır? Deməli,
Burada ən böyük ədədi axtarmalıyıq. 4-də 3, 6-da 5, 9-da 8 və 13-də 12. Biz bunların arasındakı fərqin 1 olduğunu görürük. Hamısı 6, 5. Sürət məxrəc arasındakı fərq 1-dir. 9, 8, 12, 13. Deməli, ən böyük kəsir bunlarda 12-də, 13-də 12 ən böyükdür. Çünki biz bildik ki, ara məsafəsi, yəni sürətlə məxrəc arasında fərq eynidirsə, elə ən böyük kəsirlər, yəni sürət və məxrəci böyük kəsirlər daha böyük sayılır. 13-də 12. 13-də 12-ni vurmalıyıq 1,3-ə. 1,3-ə. Bu bizim üçün ən böyük cavab alınır. 1,3 olsun 10-da 13. Onluq kəsir, daha doğrusu, bəli, onluq kəsir çevirdim. Yəni bu forma düzgün olmayan kəsirə. Vurulsun 13-də 12. Alınacaq, ixtisarlarımız keçsə 13. 12-ni də 10-a böləndə qalacaq cavab 1,2. Ən böyük cavab bu. Ən kiçik cavab. Ən kiçik cavab üçün buradan ən kiçiyi seçməliyik. 4-də 3 ən kiçikdir. 4-də 3-ü neçəyə vurmalıyam? 1,2-yə. Çünki daha, tutaq ki, mavidə dayandı. 1,2-yə vurum daha kiçikdir. 4-də 3 vurulsun 1,2 olacaq 10-da 12. O da vurulsun 4-də 3. Görün neçə alınır. Deməli, ixtisar etsək burada 4-ə bölünür 1. Bu 4-ə bölünür 3. O da bərabərdir 10-da 9. 0,9. Deməli, 1,2-nin üstünə 0,9 gələndə neçə alınacaq? Gəlmirik. Bunları çıxırıq. Deyək ki, buna görə oyunda əldə edilə bilən ən böyük ədədlə ən kiçik ədədin fərqi 1,2-dən 0,9 çıxsaq, cavab neçə alınacaq? Təbii ki, 0,3 C variantı. Keçirik 19-cu suala. Şəkildə müəyyən fiqurlar müəyyən rəqəmləri əvəz edir. Verilən 3 rəqəmli ədədin rəqəmlərinin cəmi ox ilə göstərilən 2 rəqəmli ədədə, onun rəqəmlərinin cəmi isə ox ilə göstərilən bir rəqəm ədədə bərabərdir. Şəkildəki 3 ədədin cəmini tapın. Deməli, bu sualın da cavabını birbaşa sizə qeyd edəcəm. Məsələn, kvadratların içərisində və dairənin içində nə var? Burada kvadratların içində 5 olmalıdır, bu 4 olmalıdır, bu 5. 545-in rəqəmləri cəmi alınır neçə? 545-in rəqəmi 14. Deməli, bu 1-dir, bu da 4-dür. Bəli, onsuz da dairəmiz 4 alınmışdır burada. Bunun rəqəmləri cəmi 1 ilə 4-ün cəmi 5 edir. Və gəldi yeni kvadrat 5. Kvadrat 5 almışdıq, burada da 5 aldıq. Burada dairəni 4 aldıq, burada da 4 aldıq. Yəni, bütün şərtlər uyğunlaşdı. Birbaşa yazdım. Şəkildəki 3 ədədin cəmini tapın. Yəni 545, 14 və 5-in cəmi. Bunları toplasaq neçə alınacaq? Təbii ki, 5-in üstünə 5, 14 burada. Bir yadda burada 6 alınacaq, bir yadda var deyə 564. Cavab D variantı. 564. Keçirik 20-ci suala. Reyhan fikrində tutduğu natural ədədin 3 mislini, İnci 10 mislini, olmaz 22 mislini kağıza yazdı. Kağıza yazılan ədədlərin cəmi 35 olarsa, onların fikrində tutduqları ədədlərin cəmi ən az neçə olur? Deməli, Reyhan R hərfinə işarə edirəm. Fikrində tutduğu ədədə 3 misli. 3 vurulsun R. Üstə gələk. İnci 10 mislini. 10 vurulsun I. Üstə gələk. Olmaz 22 mislini. 22 vurulsun S. Yəni, tutduğu fikrində tutduğu ədədləri baş hərflərindən işarə edirəm. Bərabərdir. Kağıza yazılan ədədlərin cəmi 35 olar. 35. Onların fikrində tutduğu ədədlərin cəmi ən az neçə olar? İndi ən azı tapaq. Biz ən azı tapmaq üçün burada bunlara bir ədədlər verib fikirləşmək lazımdır. Bizim məntiqimiz burada haradadır? Yəni əsas ipucu. Bu 3-ü R-yə vuranda, məsələn deyirəm də, R-nı çox götürməməliyik. Məsələn, R-nı 100 götürsə 300 falan. Yəni bu R-nı mümkün qədər kiçik götürməliyik. Amma bunları mümkün qədər böyük götürməliyik. Bu formada düşünsək, cavabı tapa bilərik. Çünki R böyük olsa cavabımız böyük olunur. Ədədin cəmi I ilə S-nı daha böyük götürməliyik. Birbaşa yazacağım bunu da. Yəni, çünki bütün variantları sınayanda bir cavab daha uyğun gəlir. Deməli, burada R-nın yerinə 3 misli 9. Üstə yeni yerinə 1 alırıq. 3-ü 1'ə vuranda 10. 19. 305'dən indi 19 çıxmaq lazımdır. 305'dən çıxırıq 19. 286. 286'nı da böləndə 22 alınır 13. S-dən 13 oldu. Mümkün qədər bir-birinə yaxın tutmağa çalışdım. Bunda 13 nədir? S. I1 idi. Daha sonra 286 cəmi 305 edir. Yəni burada 10, 286 cəmi 305 edir.
Bu da S13. S13 1 14 üstünə də üçgəndə neçə edir? Təbii ki 305 edir və rəqəmləri cəmi 13, 1, 14, 17. Cavab variantı. Başqa daha kiçik, əgər daha az formada kimsə tapıbsa, yenə deyirəm qeyd edə bilərsiniz yorumlarda, müzakirə edərik. Keçək 21-ci suala. Verilən şəkildə dairələrə müəyyən ədədlər yazılır. Beşbucağlının hər bir tərəfi üzərində yazılan 3 ədədin cəmi eyni olarsa, x neçə olur? Beşbucağlının hər bir tərəfi üzərində yazılan 3 ədədin cəmi eyni olmalıdır. Məsələn, bu üçün cəmi eyni. Məsələn, bura x yazım. Bura x var artıq. Burada x yazmayayım. Bura a yazım. Bura b yazım. Bura c. Burada olsun. Tutaq ki, d olsun. Yəni, biz bilməliyik ki, məsələn, 3 üstənsin 2, üstənsin a eyni olmalıdır. 8 üstənsin 2, üstənsin b-yə. Sonra 3 üstənsin 5 üstənsin d-yə bərabər olmalıdır. O da bərabər olmalıdır. 5 üstənsin 4 üstənsin c-yə. O da bərabər olmalıdır. Ən sonunda yazacaq. b üstənsin 4 bərabərdir x-ə. Yəni x-də verməyəcək. Daha doğrusu b üstənsin 4 üstənsin x bərabərdir hər hansı bir ədədə. Deməli, burada bir neçə variantda fikirləşə bilərik cəmi. Mən birbaşa yenə yazacağım. Yəni, bunu düşünüb bir-bir yazsaq təbii ki, vaxtımız çox gedər. 14 alınmalıdır bunların hamısının cəmi. 14 alınsaq görək alınırmı cavabımız. 3-ün isə 5 gəlsək, 3-ün isə 2 gəlsək, 14-dən də 5 çıxsaq A9 qalacaq. Yəni, burada bir-bir ədədləri yoxlayıram. A9-sa əgər, A bura vermişdim də uşaqlar. A buradaydı. Səhv eləmirəmsə B buradaydı, C burada, D burada. A9 olsa, yəni burada 9 olsa. 9, 2 və 8-in cəmi. Yox, burada alınmaz. Daha doğrusu 14-dən burada 5 çıxırıq. Burada deyil onda. 3 plus 2 və toplayanda yox, alınmır burada A. Alına da bilər. Burada 14 yazsam əgər bir də fikirləşək. Bu 9 olsa. 9 olsa 9, 2, 8. Yox, burada 14 alınmır. Çünki 9, 3, 8. 9, 3, 2-ni toplayanda 14 alınır. Amma 9, 2, 8-i toplayanda 19 alınır. Yəni uyğunlaşmır. Bəli, burada qarşılıqlı etmişəm. Yəqin ki, bu formada olacaq. Mən elə anlayıram. Çünki başqa cür mümkünləşdirmə olmur. Bu formada cəmi 14 düşün. 14 düşünə bilmirik. Çünki orada 9 yazsam, bu formada yox. Bir dənə yenidən yazım. Niyə görə? Bu formada yazmalıyam. Bura A yazsam, A plus 2 plus 8 bərabərdir. Burada bilmirəm neçədir. Sonra bu formada baxaq. A plus 3 plus D bərabər olmalı. Sonra bu tərəflər boyunca deyir. Hər üçünə baxmamalıyıq. Ancaq tərəflər boyunca baxmalıyıq. D plus 5 plus C bərabərdir. Neçəsi alınmalıdır. Sonra bir də C plus 4 plus X neçəsi alınmalıdır. Bir də 8 plus B plus X. Yəni bərabər olmalıdır hamısı. Yenə 14-ü sınasam, 14-dən 10 çıxsam, A qalır 4. A 4-dürmü? Həqiqətən də sınayaq. Məsələn, 4, 3, burada 4, 3, 7. 7, onda D də 7 olmalıdır 14 demək üçün. Əgər bu 7-dirsə, 7, 5, 12, 7, 5, 12, C2 qalır 14 demək üçün. Yaxşı, 7, 5, 2. Sonra, burada fikirləşsəm, biz neçə tapdıq? 2 tapdıq. Buranın da 14 olması üçün onda 8bx'in 14 olması üçün bir də 2, 4, x'in 14 olması üçün 2, 4, 6 2, 4, 6 C-ni 2 tapmışam. 6, 14-dən 6 çıxsa, 14-dən 6 çıxsaq, indi nəyi tapa bilərik? X-i tapa bilərik. X 8 olsa əgər, 8 olsa neçə alınacaq? 8, 2, 10, 14. X 8 olsa onda 8, 8, B0 alınmalıdır. Məcbur. Belə alınmır. Çünki burada 8, 8 və B0 olsa belə 16 edir. Yəni 16 alındığı üçün alınmır. Yəni bu cür fikirləşsə alınmayacaq.
Başqa cür fikirləşək yenə. Biraz uzadı sual oldu, amma fikirləşməliyik müxtəlif yollarını. A olsun, yenə A üstənəsin 2, üstənəsin 8 bərabərdir. Deyək ki, bu dəfə 17 fikirləşsək. Sonra A plus 3 plus, məsələn, bura B olsun. Bura 17 fikirləşsə A7 alınacaq məcbur. A7 yazıram bura yerinə. Bunların cəmi alındı 17. Bunların da cəmi 17 alınmalıdır. A7 3, 10. B'ye neçə qaldı? Burada 7, 3, 7 üstün 3, 10. Deməli, B də məcbur yenə 7 alınsa 17 alınır. Sonra B plus 5 plus burada C olsa, bərabərdir 17. B'nin üstünə 5 gəlsək, B onsuz da 7 almışdıq. 7, 12, 12, 5 olacaq C. C 5 olsa, C üstənəsin 4, üstənəsin x bərabərdir. 17 alınması üçün, məsələn, 5 olsa, 5-in üstünə 4, 9, 9-un üstünə 7 gəlsək, yoxsa 8 gəlsək 17 deyər. Onda x 8-dir. Onda burada da D yazsam, tutaq ki, 8 üstənəsin D üstənəsin 8 bərabər 17 alınması üçün D də 1 olmalıdır. Bəli, bu formada düşünsək alınlar. Amma B ilə A'mız eyni ədəd alındı. Olsun, problem yoxdur. Yenə cavabımız 8 alındı. Başqa bir fikrin olan varsa yenə yorumlarda qeyd edə bilərsiniz. Müzakirə edərik. Deməli, mən keçirəm artıq 22-ci suala. Nurəddinin 8, 11, 12, 15 ləçəkli 4 gülü var. Hər addımda o eyni anda 3 fərqli gülün hər birindən bir ləçək qoparır. Əgər o 3 fərqli güldən eyni anda ləçək qoparda bilməzsə, oyun sona çatır. Nuridə ən çox neçə ləçək qoparda bilər? Bu sualın cavablarına baxsaq, əslində tez bir variantda cavab tapa bilərik. Çünki Nurəddin eyni anda 3 fərqli gül götürür həmişə. 3, sonra yenə 3 götürməlidir, sonra 3 götürməlidir. Əgər o 3 fərqli güldən eyni anda ləçək qoparda bilməzsə, oyun sona çatır. Nəyə qopara bilmirsə, oyun sona çatır. Yəni, onda sonda cavabımız 3-ə bölünən bir ədəd olmalıdır. O da 3-ə bölünən ədəd variantlarda yalnız və yalnız 45 var. Bunu götürdük. Amma sualı başqa variant olsaydı, məsələn, necə gedərdik? Ən çox birinci bunlarda var deyə bunlardan götürərdik. Məsələn, burada olacaqdı 10, burada olacaqdı 11, burada olacaqdı 14. 3 dənə götürdü. Sonra yenə burada ən çox deyə bunlardan götürməlidir. Bunlardan götürə-götürə gedəcəkdir. Sonunda da 45 alacaqdı. Birbaşa cavabı qeyd etdim. 22-ci sual. Deməli, şəkildə ox göstərilən ədədlər uyğun sətirdəki ədədlərin əbobuna bərabərdir. Şəklin ağzına yazılan, aşağısına yazılan ədədlər isə uyğun sütundakı ədədlərin cəminə bərabərdir. Şəklin aşağısına yazılan ədədlər isə yazılan ədədlərin uyğun sütundakı ədədlərin hasilinə bərabərdir. Bizə nəyisə, yuxarıda verilən boş xanalara yazılacaq 5 müxtəlif natural ədədin cəmi aşağıdakılardan hansı ola bilər? Burada 5-i boşdur. İndi qaralama ilə görürsünüz, biraz şagird qaralayıb, amma bir dənə rəqəm var, 5-i boşdur. İndi onu tapmağa çalışırıq. Deməli, ikinci şəklin aşağısına yazılan ədədlər isə uyğun sütundakı ədədlərin hasilinə bərabərdir. Məsələn, onda buranı tapmaq asandır. 120-ni bölürük 15-ə, 15-ə böləndə 8 deyir. 8 deyir. Deməli, bura 8 alınır. Bax, şərhdə qeyd edilib 8. Bura 8 ola bilər. Sonra görürsünüz ki, burada yenə 120, 120-dir. 120-nin ona digər bölənlərini axtaraq. 120 1-ə bölünür, 120. Natural bölünən yazıram. 2-ə bölünür, 60. Məsələn, sonra 3-ə bölünür, 40. 4-ə bölünür, 30. 5-ə bölünmür, 6-ya bölünür, 20. Sonra 7-ə bölünmür, 8-ə bölünür, 15. Onu yazdım. Sonra 10-a bölünür, 9-a bölünmür, 10-a bölünür, 12. Bu cür nə ədədlər ola bilər hasildə? Yəni, hasildə buradakı ədədlərə baxaq. Verilən boş xanalara yazılacaq 5 müxtəlif natural ədədin cəmini istəyir. Birini tapdıq 8, digərlərini də axtaraq. Və bu görək ki, bu 4 və 5 nə demək istəyir? 4 və 5 hansı bir ipucudur? Yenidən oxuyaq. Şəkildə o istiqamətdə göstərən ədədlər sətirdəki ədədlərin əbobuna bərabərdir. Hə, əbobuna bərabərdir. Onda elə ədədlər yazmalıyam ki, 8 ilə əbobu 4 olsun. Fikirləşirəm, hansı ədədlər ola bilər?
Burada 5'ə bölünən ədədlər olmalıdır mütləq. 5'ə bölünməyən ədədləri ümumiyyətlə orada yazmaq olmaz. Məsələn, 5'ə bölünməyən ədədlər hələ ki buradan çıxıram. 12-dən çıxsam, burada mütləq 5'ə bölünən ədədlər olmalıdır. Məsələn, 10 və 12 yazmaq olarmı? Fikirləşirəm. 10 və 12 olar, çünki 12 ilə 8-in əbabu 4-dür. 10 ilə 15-in əbabu 5-dir. Yaxşı, bu olsa tutaq ki. 10 ilə 12 də getdi. 10 və 12 də getdi. Başqa necə fikirləşirəm? 20 olarmı? 20-nin 15'in və 10'un əbabu 20, bura 6 yazsam, amma 6'nın əbabu 4 olmaz. Ona görə bu olmaz. 6 və 20 olmaz. Başqa necə fikirləşirəm? 40 və 4 olarmı? 4 bura yazsam, 40 bura yazsam, 40, 10, 15'in əbabu 5'dirmi? Bəli. Əbabu 5'dir. Onda boş xanlar yazılan ədədlərin cəmi. 4 üstə gələk. 12 üstə gələn 8 üstə gələnsin. Deməli. Burada 12, daha sonra 40 və 10 var. Boş xanlar yazılan ədədlərin cəmi. 50, 50'nin üstünə də 20 gəlsək alınacaq. 60, 64. Başqa cürə nəsə problem qaldı mı? Bəli, burada 40-la 4 olmaz. Çünki 40'ı 4'ə vuranda 120 eləmir. Bax, burada səhvə yol vermişik. Başqa cür fikirləşməliyik. 12 ilə 10 olar. Yəni, hansı 120-dir. Hansı 120 olan, məsələn, hansılar qaldı? Onu fikirləşirik. 8, 15 yazmışıq. 4'ü 30'a vursaq. 4 və 30 qalıb. 4 və 30 olar. 30, 15 və onun əbabu 5'dir. 30 yazıram bura. İndi 30 yazsam, belə bir cavab varmı? 30, 10, 40, 50, 54 yoxdur yenə də variantlarda. 23-cü sualda cavab 64 yox. Burada 40. 40'ın üstünə 20 gəlsə 50, 54 alınır, amma cavablarda yoxdur. Bu sual işarəsi qoyuram. Əgər mümkün cavabı tapsam, yorumlarda qeyd edəcəm. Hələ ki keçək növbəti suala. Baxın, 23-cü sual, cavab çıxmadı. Yəni deyirəm, uyğun variant yenə fikirləşsəm, yorumlarda yenə deyirəm, qeyd edəcəm. Sizdə fikriniz varsa qeyd aparın, müzakirə edək. Keçirəm 24-cü suala. Azərbaycan sözü yan-yana hərflər arasında boşluq qalmadan yazılaraq 900 hərfli bir ifadə düzəldilir. Buna görə soldan 136-cı hərf hansı olacaq? Azərbaycan sözü yan-yana hərflər arasında boşluq qalmadan yazılır. Azərbaycan sözünə baxaq görək neçə hərflidir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 hərflidir və biz 136-cı hərfi axtarırıq. 136-nı bölürük 10'a. Deməli, burada neçə verəcək? 13 dəfə verəcək. 130. Qalğımız 6. Qalğımız 6 nə deməkdir? Yəni 6-cı hərf lazımdır bizə. 1, 2, 3, 4, 5, 6. 6-cı hərfimiz yenidən A-ya gəlib çıxır. Ona görə də buna görə sondan, amma sondan deyir. Bəli, burada soldan yox, diqqət oxumaq lazımdır. Sondan istəyir. Gəlin sondan fikirləşək, onda necə cavab ala bilərik? Deməli, 24-cü sual. Sondan fikirləşsək, 10 rəqəmli olduğu üçün, daha doğrusu burada 10 hərf olduğu üçün 900 hərfli yazsaq, yəni 90 dənə bir Azərbaycan sözü yazılacaq. Sondan 136-cı hərf dedik. Çünki yenə 136-nı bölürük ona. 13, 130, qalıq 6. Qalıq 6'dır və sondan başlayaraq sayacaq artıq. 1, 2, 3, 4, 5, 6. Cavab B olmalıdır. Yəni bu hərf olacaq. Hansı hərf? Bu hərfi də cavab A variantında işarə olunub bu hərfə. 24A. Keçirik növbəti suala. 25-ci sual. Aynur kağıza müəyyən qayda ilə aşağıdakı şəkil çəkir və nömrələyir. Bu şəkil çəkməyə davam etsə, 103-cü və 106-cı nömrələr arasındakı hissə aşağıdakılardan hansı olacaq? Deməli, 25-ci sual. Burada bu şəkili 103 və 106-cı nömrələr arasında qalan hissəni istəyir. Biz fikir versək, 13'ə qədər bu təkrarlanmanı görürük. İndi 103 təxmini 13'ə bölək. 103'ü 13'ə bölsəm təxmini 7 alınacaq. 7 üçün 11, 7 üçün 21, 7 1, 7, 91. Alınacaq qalığımız neçə alınacaq? 2, burada isə 12. 12 qalır. Yəni fikir versək 91 bu 7 dəfə təkrarlansa,
91-ə gəlib çatacağıq. Gəlin 91-dən sonrakı müzakirə edək. Bax 7 dəfə təkrarladıq. Deməli 13-ü vurdum 7-yə, bərabər 91. 91-dən sonra müzakirə edək. Məsələn 92-ci artıq bu olacaq. 92, 93-cü bu, 94, 95, 96, 97, 98, 99, 100, 101, 102, 103, 104, 105. Bizə nə istəyir? 103 və 106 arasında hissəni. 103 və 106 arasında hissə, bax buradan 103 və 106-ya gedirik. Bu varianta uyğun gələcək ən uyğun cavab. Baxın, buranı görürük. Buradan. Bax bu şəkildə. Başqa uyğun cavab indi fikir verirəm, görəsən varmı? Başqa uyğun cavab burada məsələn qalxır, sonra düşür, yox düşmə olmamalıdır. Bu şəkildə. Ya belə deyim də, burada belə bir variant olmalıydı. Bu variant elə D variantıdır. Ya da ki belə bir variant olmalıydı. Belə bir variant. O da yoxdur. Elə D variantı ən uyğun cavabdır. 103 və 106-cı nömrə arasındakı hissəni tapdıq. Bu deməli 19 aprel Lütfüzadə Olimpiyadasına hazırlaşmaq üçün sınaq idi. Yəni final və final turuna hazırlaşmaq istəyən şagirdlər üçün uyğun suallar. Baxıb hər birinin izahına bir şeylər öyrəndi ki, ümid edirəm. Bugünkü videoza bura qədər. Deməli, videonu paylaşıb, bəyənib, yorum yazmağı da unutmayın. Sağ olun, növbəti videolarda görüşərik.